Xeyir olsun əziz təbələr, mən Fərdi Qafarov. Bu gün sizinlə 2026-cı il magistratura 1-ci cəhd imtahanı düşmüş məntiq suallarının 1-ci hissəsinə baxıraq, keçid suallarımızın izahına. Baxın, birinci sualımız anaqram formasında bir sualdır. Bilərzik, üzük, medalyon, boyunbağı. Bunlar qızıl zinət əşyalarıdır. Bunları qadınlar istifadə edirlər. Amma bu küzədir. Küzə bizdə nədir? Qabdır. Saxsı qabdır. İkinci sualımız belə bir qeyri-aşkar operatordur. Gəlin diqqətlə baxaq. Deməli, 6 birdən 70 alınıb. Necə alınıb? 3-ün kvadratının üzərinə 61 gəlib. Alınıb 70. Baxın, burada 7-nin kvadratının üzərinə 30 gəlib. Alınıb 79. Bu üçbucaq operatorun gördüyü işdir. İndi kvadrat operatoru nə edib? Baxın, 8-in kvadratından çıxırıq 3. Alınır 61. 5-in kvadratından çıxırıq 7. Eləyir 18. İndi cavabımıza baxsaq, birinci biz üçbucağı yerinə yetirməliyik. Niyə? Buradan bilirik ki, baxın, birinci üçbucağı yerinə yetirilibdir. Daha sonra kvadratı yerinə yetirib 41 alıblar. Onda üçbucaq bizə nə edirdi? Birincinin kvadratı yüksəldirdi. Yəni 6-nın kvadratının üzərinə 32 gəlirik. 36-nın üstünə 32 gələndə alınır 68. İkinci nə edirdi bəs? Yəni kvadrat operatoru nə edirdi? İkinci rəqəmin kvadratından çıxırdıq birincini. Yəni 64-dən çıxırıq 6-nı, alınır 58. Üçüncü sualımıza baxaq. Deyir, alimlər müxtəlif heyvanların uzun ömürlüyü ilə bağlı tədqiqat aparmışlar. Onların gəldiyi nəticələrə görə inək atdan daha az, qartal aydan daha çox, tutuquşu qartaldan daha çox, it inəkdən daha az, ayı atdan daha çox yaşayır. Tədqiqata əsasən bu heyvanlardan ən çox M və ən az N yaşayanını müəyyən edin. Uşaqlar, bu sualı cavab variantını işləsə daha tez tapa bilərsiniz. Baxın, misal üçün bizdə M-lər var. M-lərdən B variantda at var, bir də ayı var. Bir də tutuquşu verilib bizdə. Gəlin baxaq görə bu at, tutuquşu və yaxud ki ayı ən çox ola bilərmi? Bunlar ən çoxdursa əgər onda heç bir digər heyvanlardan kiçik ola bilməzlər. Amma burada belə bir şey var ki, deyir ayı atdan daha çox yaşayır. Onda ən çox at ola bilməz. B variantını silirik. Sonra baxaq görək ayı ilə bağlı burada nəsihət varmı? Deyir ki, qartal ayıdan daha çox yaşayır. Onda ayı da ən çox ola bilməz. Deməli, ən çox tutuquşudur bizdə. İndi bunun ən azlara baxaq. Deməli, ən az it var, bir də at var. Deyir ki, bizə it inəkdən daha az, ayı atdan daha çox yaşayır. Amma burada bir dənə xırda nüans var ki, bizə deyir ki, inək atdan daha az. Deməli, at burada ən az ola bilməz. Çünki inək atdan azsa, burada inək yaşca atdan az olursa, deməli, burada at ən az ola bilmir. Onda ən azı bir dənə qalır it. Buradan C variantına gedirik, bir dənə qalır A variantı. Dördüncü sualımıza baxaq. Məntiqi mühakiməyə aid bir sualdır. Sinoptiklərin söylədiyi kimi ötən gecə qar yağdı cümləsində verilən fikir əslində aşağıdakı hansı mütləq doğrudur? Deməli, sinoptiklər bunu əvvəlcədən veribdir. Yəni, deyiblər ki, ötən gecə qar yağması barədə əvvəlcədən məlumat verilibdir. Deməli, o da qar yağmağı nədir? Gözlənilməsi bir hadisədir. İndi gəlin görək A variantına deyil. Deyir, qarın yağmasını heç kim gözləmirdi. Yox. Sinoptiklər əvvəldən deyib axı, qar yağmağına bağlı. Sinoptiklər qışın artıq özünü göstərməyə başladığını söyləmişlər. Qışın artıq özünü göstərməyə başladığını yox, qarın yağmağını demişdilər. Səhər açılanda hər yer ağappaq idi. O haqda dəqiq məlumatımız yoxdur. Sinoptiklər həmişə düz proqnoz verirlər. O haqda dəqiq məlumatımız yoxdur.
Yəni burada verilmiş fikrə uyğun biz dəqiq məlumat deyə bilmirik. Baxın, qarın yağması gözlənilən idi. Bəli, çünki sinoptiklər əvvəlcə qarın yağması haqqında məlumat veriblər və bizdə sualımızda deyir ki, sinoptiklərin söylədiyi kimi, deməli əvvəlcədən sinoptiklər gecə qarın yağacağını deyiblər. Bu deməli gözlənilən bir hadisə imiş. 5-ci sualımıza baxaq. Belə bir sudokudur. Gəlin bu sudokumuzu dolduraq. İlk öncə hardan başlayaq? Misal üçün, baxın bu sütuna baxsaq. 3 ilə 4 var. Nə çatmır bizdə? 1, 2, 5. Mən 2-ni hara yaza bilərəm? Baxın, mən 2-ni buraya yaza bilmərəm. 2-ni burada yaza bilmərəm. Çünki bu blokun daxilində 2 var. Görürsünüz, bu 2 bu bloka daxildir. Və bu sətr üzrə də burada 2 qeyd olunubdur. Onda 2-ni yalnız buraya yaza bilərik. Artıq 2-ni yazdıq. Qaldı bizdə nə yazmalıyıq? 1 ilə 5. 1-i buraya yaza bilməliyik, çünki təkrarlama olur. Ona görə bura olur 5. Bura oldu 1. Sonra, baxın, diqqətlə baxaq görək, başqa nəyi hara yaza bilərik? Bu sətr üzrə biz nə bura, nə bura 2 yaza bilmərik. Onda deməli 2-ni yalnız buraya yaza bilərik. 5, 1, 2-ni yazdıqsa, indi bizdə 3 də burada var. Deməli, bu blokda 3 ilə 4 çatmır. Yaxşı, bunu bildik. Sonra baxaq görək, hara nə yaza bilərik? Baxaq diqqətlə. Deməli, burada 5, 1, 2 var. 3 ilə 4 yoxdur. Bu ikisindən biri 3 ilə 4 olacaq. Yəni, bu ikisi 3 ilə 4 olursa, onda bu 2 qeyd olunubsa, burada 5 varsa, bunlar da 3 ilə 4 olursa, bura düşür 1. Bunu da yazdıq. Yaxşı, onda bu sətr üzrə 1 ilə 2 varsa, mən 3-ü hara yaza bilərəm? Baxın, bunların heç birini 3 yaza bilmərəm. Çünki blokun daxilində 3 var. Onda 3-ə yalnız qalır bura. Aha, onda bu dairələri silək. Xəttləri də silək. Görək başqa nəyi hara yaza bilərik? Artıq buradan demək olar ki, aşağının bu hissəsini tapdıq. Çünki 3 burada varsa, bura 4 yazırıq, bura qalır 3. Buradan birinci hissəsini doldurmuş olduq. Onda bu sütun üzrə baxsaq, 2, 1, 3 var, 4 ilə 5 yoxdur. Burada 4 yaza bilməliyik, bundan təkrarlanacaq. Onda bura olur 5, burada oldu 4. Sonra baxaq görək, bizdə deməli 5, 4 var bu sətirdə. Biz 3-ü hara yaza bilərik? Bura 3 yaza bilmirik, bura 3 yaza bilmirik. Çünki hər iki sütunda burada 3 var, burada 3 var. Onda 3-ü yalnız buraya yaza bilərik. Bizdə bu 2 dənə xanaya 1 ilə 2 yazmalıyıq. Burada 2 olduğuna görə bura 2 yaza bilmərik. Onda bura olur 1. Bura düşür 2. Demək olar ki, stokumuzun bir neçə hissəsini doldurmuş olduq. İndi bizə qalan hissələrə baxaq. Deməli, bizdə boş hara qalıb? Biz bu sütuna baxsaq, 2 var, 3 var, 4 var, 1 ilə 5 yoxdur. Bura 1 yaza bilmərik, çünki bu 1 ilə təkrarlanacaq. Onda bura oldu 1. O zaman burada 4, 1, 3 varsa, 5 ilə 2 yoxdur. Bura 2 yaza bilməliyik, çünki burada 2 var. Sütun üzrə təkrarlanma olur, onda bura düşür 5, bu da oldu 2. Bizdən soruşur ki, A plus B plus 1 nəyə bərabərdir? A-nı tapdıq 5, B-ni də tapdıq 5. Üzərində 1 gələndə yenə də 11. 6-cı sualımız çox asan bir sualdır. Demək olar ki, baxan kimi görsənir. 3 ilə 8-in cəmi 11, 8 ilə 15-in cəmi 13, 15 ilə 9-un cəmi 14, 9 ilə 3-ün cəmi 12. Biz 3-ün üzərinə nə gəlməliyik ki, 15 alaq? Əlbəttə ki, 12. Buradan da 12 ilə 6-ın cəmi 18 edir. Yenə eyni təkrarlanma. 11 ilə 13-ün cəmi 24, 13 ilə 14-ün cəmi 27, 14 ilə 12-in cəmi 26. Deməli, burada 15 ilə 18-in cəmi eləyəcək 33. Bizdən də A çıxaq B fərqini soruşur. A çıxaq B. Deməli, 33 çıxaq 12 alınacaq 21. Y variantı. Bax, 7-ci sualımıza çox asan bir sualdır. Baxın, ilk öncə birinci hissələr nəyə qeyd edib? Bu 3 bucaqlıdır, bu 4 bucaqlıdır. Bu 6 bucaqlıdır, bu da 3 bucaqlıdır. Birinci 3-ü vurub 4-ə yazdım 12. 3-ü vurub 6-ya yazıb 18. Biz də 3-ü vuracaq 5-ə, yazacaq 15. Daha sonra bunların cəmini yazıb. 4 ilə 3-ün cəmi 7. 3 ilə 6-nın cəmi 9, 3 ilə 5-in cəmi 8.
Sonra bunların hər birinin kvadratını yazın. Baxın, daxildəki kvadratın dördbucaqlının kvadratı, daxildəki üçbucaqlının kvadratı, daxildəki üçbucaqlının kvadratı. Sonra isə kənardakı üçbucaqlının kvadratı, kənardakı altıbucaqlının kvadratı, kənardakı beşbucaqlının kvadratı eləyəcək 25. 15, 8, 9, 25 oldu Y variantı. Baxarıq buradan 8-ci sualımıza. Çox asan bir sualdır. Deməli, burada 528-dən 316 çıxırıq. 528 minus 316 alınır 2, 1, 2. 212-ni də bölürük 2-yə. Eləyir 106. Deməli, bir-birindən çıxıb 2-yə bölürük. Onda biz 783-dən 541 çıxarıq. 783 minus 541 alınır 2, 4, 2. 242-ni də biz 2-yə böldüyümüz zaman alınacaq 121. Yəni A variantı. Baxarıq 9-cu sualımıza. Belə bir mətn sualdır. Təkrar sualdır. Deyir, Anar, Kamal, Rasim, Samir və Elnur bir avtomobildə gedirlər. Onlar müxtəlif peşələrin sahibləridir. Müəllim, karateci, rəqqas, proqramçı və basketbolçu. Sükan arxasında müəllim, onun yanında isə Kamal oturub. Deməli, bir dənə belə bir maşın çəksək. Bu maşın qabaq hissəsini 2 hissəyə bölək. Bir sürücü, bir də onun yanında oturan. Arxa hissəni isə 3 hissəyə bölək. Deməli, sükanın arxasında müəllim oturub burada. İxtisasları kiçik hərflərlə qeyd edəcəm. Adları da böyük hərflərlə. Onun yanında Kamal oturub. Burada Kamal oturur. Samir arxada Rasim ilə basketbolçunun arasında oturub. Deməli, Samir oturur burada. Rasim ilə basketbolçunun yerini dəqiq bilmirəm. Bura Rasim yazaram. Burada bir basketbolçu yazaram. Sonra bizə nə deyir? Karateci olan Samir ilə qonşuluqda yaşayır. Elnur basketbolçunu uşaqlıqdan tanıyır. Samir və Kamal rəqs edə bilmirlər. Karateci kimdir? Gəlin diqqətlə baxaq. Bir-bir burada neyək? Verilən şərtləri yoxlayaq görək kim hansı peşəyə sahib olur. Misal üçün, baxın, ən çox kimin adı çəkilir buradan? Samirin. Gəlin Samirlə bağlı tapaq ki, Samir nə ola bilər? Buradan bilirik ki, deyir Samir arxada Rasim ilə basketbolçunun arasında oturur. Deməli, buradan Samir basketbolçu ola bilməz. Daha sonra deyir ki, karateci olan Samirlə qonşudur. Deməli, Samir karateci ola bilməz. Deyir ki, Samir və Kamal rəqs edə bilmirlər. Deməli, onda Samir rəqqas ola bilməz. Baxın, buradan da bizə deyir ki, sükan arxasında müəllim oturubdur. Onda deməli, Samir arxada oturub axı, sükan arxası da buradır. Deməli, onda Samir müəllim də ola bilmir. Samir yalnız ola bilir proqramçı. Buradan Samirin proqramçı olduğunu tapdıq. Yazıram bura Samir Proq. İndi keçərik digərinə. Görüb başqa buradan kimi tapa bilərik. Misal üçün baxaram buradan Kamal götürərəm. Deyir ki, sükan arxasında müəllim onun yanında Kamal oturub. Deməli, Kamal müəllim deyil. Kamal proqramçı ola bilməz, çünki Samirdir. Sonra bizə deyir buradan Samir və Kamal rəqs edə bilmirlər. Onu deməli, avtomatik olaraq buradan Kamal rəqqas da deyil. Yaxşı, Kamal rəqqas deyilsə, burada bir dənə xırda nüans var ki, Kamal qabaqda oturur da, düzdürmü? Sürücünün yanında. Çünki sükan deyir ki, sükan arxasında müəllim onun yanında Kamal oturub. Deməli, Kamal qabaqda oturur. Kamal qabaqda oturursa, arxada da bir dənə basketbolçu var. Deməli, Kamal basketbolçu da ola bilməz. Avtomatik olaraq Kamala qalır karateci. Bizdən də karatecini soruşurdu, oldu Kamal. Sonra 10-cu sualımıza baxarıq. Deyir, Rasim yolun yarısını və 1 kilometr getdikdən sonra ona yolun 1/3 hissəsini və daha 1 kilometr getmək qaldı. Baxın, buradan yarısı var, bir də 1/3 var. Biz ümumi yolu elə bir ədəd götürək ki, onun 1/3 və yarısını tapanda kəsrlə alınmasın, tam ədəd alınsın. Misal üçün, ümumi yolumuz olsun 6x. Deyir, Rasim yolun yarısını, yəni 3x-ni və 1 kilometr getsə. Getdikdən sonra ona yolun 1/3 hissəsini, yəni 6x-in 1/3 hissəsi eləyir 2x.
və daha 1 kilometr getmək qaldı. Deməli, burada bütöv yol bitmiş oldu. Yəni, bu bütöv yol bərabərdir nəyə? 6x-a, ümumi yola. Buradan x-lərə baxsaq, 3x, 2x, elədir 5x. Üzərinə 1, 2. Bərabərdir 6x-a. Buradan x-in 2 olduğunu gördük. X 2 olanda ümumi yolumuz nə qədər olur? 6 vuraq 2, 12. İndi bizə nə deyir? Yolun yarısı, yolun 3də 1 hissəsi neçə kilometr çoxdur? Yolun yarısı, ümumi yolumuz 12 idi. Yarısı oldu 6. Bəs yolun 3də 1 hissəsi nə qədər olur? 12-nin 3də 1 hissəsi olur 4. Onda yarısı 3də 1-nin nə qədər çox olmuş oldu? 2 kilometr. Yəni Y variantı. 11-ci sualımıza baxaq. Baxın, ampermetr, kompas, spidometr, barometr, sentner. A, S, B, D bunlar cihazlardır, amma sentner ölçü vahididir. Belə bir sualımız var. Deyir ki, 5 sözdən 4'ü arasında məntiqi əlaqə var. Baxaq ki, bitcoin, dollar, lari, real, təngə. Baxın, dollardır, laridir, realdır, təngədir. Bunlar kağız pul vahidləridir. Amma bitcoin kriptovalutadır. Fərqli olan A variantıdır. Belə bir sualımız var. Deyir ki, sual əvəzinə hansı ədəd yazılmalıdır? Y, M, S fərqli rəqəmlərdir. İlk öncə sizə onu bir söz deyim ki, baxın, buradan 1S-i, bu 10 neçədir? 13 də ola bilər, 14 də ola bilər, 15 də ola bilər, 16 da ola bilər. Misal üçün, burada 13 olsa, 3'ü 3'ə vuranda biz 3-dən quturan ədəd ala bilərikmi? Yəni 13'ü 3'ə vursaq 39 edir. 3'dən quturan ədəd alınmır. Sonra 14 olsa 4 vuraq 4 eləyir 6. Yəni bunun yenə axırı 4 olmur. Burada eyni olan 2 dənə ədəd var. 5 vuraq 15. Baxın 5, 5. 5 vuraq 15 eləyir 75. Burada alınır 75. S'in minimum olur 5. S'in maksimumda olur 6. Baxın 6 vuraq 16 eləyir 96. S'in maksimumda olur neçə? 6. Cavab da olur 5'in 6'nın cəmi 11. Keçərik 14-cü sualımıza. Belə bir sualımız var. Qəbul imtahanında bir neçə dəfə bunun eynisi yox, buna oxşar suallar görmüş. Baxın, bu sualları necə həll edirsiniz? Fiqurun hansısa bir hissəsini götürün. Mən adətən tələbələrə deyirəm, fiqurun aşağı hissəsindən başlayın. Misal üçün, baxıram, birinci fiqurun aşağı hissəsi. Bunun simmetrik oxşarı varmı? Yəni güzgü əksi varmı? Baxıram, burada var. Deməli, bunlar bizə qanunauyğunluq pozanlar deyil. Bununla bu cütləşdirdik, misal üçün. Sonra buna baxıram. Bunda neçə dənə var sola baxan? Bir dənə var. Bir dənə də sağa baxan var. Və bir dənə də sağa baxan var. İndi diqqətlə baxın. Baxın, bunun və bu. Aşağı hissələri sağa baxır. Bir dənə də sola baxan var. Deməli, burada qanunauyğunluq pozan olacaq. Bunlardan birinin sola baxan hissəsi. Yəni, bu M-in təpə hissəsinin sola baxan hissəsi 2 dənədir. Amma bizdə burada bir dənə verilib. Yəni, fərqli rəng eləyək ki, baxın, bir dənəsi var burada. Bunu görürsünüz, təpə hissəsi sağa baxır. Burada sola baxır, burada yenə sola baxır. Deməli, solla sağ bir-birini tamamlayır. Bunlardan biri artıq qalır. Artıq qalanda sola baxanın biridir. Deməli, sola baxanın bir dənəsi qanunauyğunluğu pozur. Deməli, mənim cavabımda ya 1, ya 3-dən biri qanunauyğunluq pozur. Amma diqqətlə onun yuxarı hissələrinə baxdığımız zaman buradan biz tapa bilərik konkret ki, hansı qanunauyğunluğu pozur. Baxın, bunun güzgü əksi budur. Bunun aşağı hissələri bir-birinin güzgü əksidir, orta hissələri də güzgü əksidir,
yuxarı hissələri də bir-birinin güzgəçisidir. Deməli, bizdə bu qanuna uyğunluğu nə edir? Pozur. Cavab variantlarına baxanda o harada var? 3-də var. Deməli, bizdə 3 mütləq olaraq cavabımızda olmalıdır. Onda buradan biz A-nı, C-ni və Y-ni silərik. Ya 2-3-dür, ya 1-3-dür. 1-3 heç bir zaman ola bilməz. 2-3 olur. Niyə olur 2-3? Baxın buradan. Bundan aşağı isə bu formada olan bir dənə var. Başqa heç bir fiqurda həmin hissədən yoxdur. Elə qanuna uyğunluq pozan bu olur. Bunun güzgəçisi yoxdur. Simmetrik oxşarı yoxdur. Cavabımız olur 2 və 3. 15-ci sualımıza baxaraq bunu ən çox variantlarla işləmək daha yaxşıdır. Çünki bunu çəkmək bizim vaxtımızı çox aparacaq, həm də qarışıq xətlər alınacaq. Baxın, 4 dənə variantdan baxırsan ki, hansında hansı hissə çoxdur. Məsələn, buradan baxan kimi, baxın, B-nin, D-nin, C-nin bu hissələrində xət var. Amma A ilə Y-nin yoxdur. Mən bilirəm ki, mənim fiqurumda bu hissədə xət var. Amma burada verilməyibdir. Deməli, bu məndə sual işarəsində yerinə olan fiqurda mütləq olaraq bu xət olmalıdır. Onda biz də Y ilə A-nı silərik. İndi buradan B, C D-dən fərqli hissəyə baxıram. Məsələn, baxın, bu hissə var. D-də var və C-də var. Amma B-də yoxdur. Baxa görə bizdə o hissə olacaqmı? Baxın, buradan bizdə bu hissə bütövlükdə var. Amma cavab variantında, yəni bərabərin sağ tərəfindəki fiqurda o yoxdur. Deməli, onda cavabda həmin hissə bütöv olmalıdır. Onun üçün B-ni də çıxarıq. Qaldıq nə bizdə? C ilə D arasında. C ilə D-dən də fərqli haradır? Baxın, bu yuxarıdakı xət. C-də yoxdur, amma D-də var. Baxın, bizdə yuxarıda bu hissədə xət var. Deməli, burada o xət mütləq olmalıdır. Cavabımız olur D variantı. 16-cı sualımıza baxaq. Belə bir şifrələr bölməsindən bir sualdır. Şifrələrə aid bir çətin sual düşüb burada. Hansı ki, dövlət qulluğu imtahanında o sualına biz rastlaşırdıq. Bu dəfə magistr imtahanında da o sualına rastlaşmış olduq. Bu sualımızı necə həll edirik? Baxın, birinci hərflərinə baxırsınız, 3 dənə A var və 3 dənə 8 verilib. Deməli, A hərflərinin şifrəsi oldu 8. Harada A görürəmsə, yerinə 8 yazıram. Sonra ikinci hərflərinə baxın, 2 dənə R var. Bizdə də ikincisində 2 dənə 9 var. Deməli, R-lar da oldu 9. Sonuncu hərflərində 3 dənə D var. Baxın, 3 dənə 6 var. Deməli, D-lar da oldu 6, 6. Bizdən Dakarı soruşursa, onda T-nın da 7 olduğu məlumdur. 7, 7, 7. Onda akt sözü 8-dən başlayıb 7 ilə bitən olur. Yəni 827. Deməli, Dakarı da tapmış olduq. D-miz 6-dır. A-mız 8-dir. K 827-dən 2 olur. A yenə 8 olur. Elə də 9 tapmışıq. 68289, yəni C variantı. Baxın, 17-də bir neçə dəfə qəbul imtahanı bu sual düşübdür. Baxın, deyir ki, üzr istəyirəm, oxşar olmayan, verilən açılışa uyğun olmayan kubları seçin. Baxın, ilk öncə kubun bu yuxarıda verilmiş üzünü sağ tərəfə yıxıram. Onda A-mız olur belə. Baxın, elə bilin ki, bu sol tərəf yoxdur. Sol tərəfi gəlin silək. Sol tərəf olmadığı zaman bizim kubumuz olur bu formada. Sadə bir kub halına gəldi. Saldıq fiqurumuzu. Biz buradan nəyi bilirik? A ilə 3, 1 ilə 2, B ilə də C yanaşı ola bilməz. Deməli, buradan B ilə C-yə baxsaq görək yanaşı hardasa verilibdirmi? Yox. Amma bilirəm ki, 1 ilə 2 yanaşı ola bilməz. Çünki bunlar qarşılıqlı üzlərdir. Və variantlardan baxın, 4-cüdə 1 ilə 2-ni yanaşı veriblər. Və bir də nəyi bilirik? A ilə 3 yanaşı ola bilməz. A ilə 3-lə bağlı bizdə elə bir hissə yoxdur. Bir dənə buradan 4-ü tapdıq ki, bu uyğun olmayandır. Deməli, buradan B ilə Y variantını silərik. Sonra baxaq görək, hansı variantı nəyə görə silə bilərik. Deməli, 3 ilə A uyğunluğu olmadı. C ilə B uyğunluğu olmadı. 1 ilə 2 uyğunluğu da
yalnız 4-cüdə uyğun olmuş oldu. İndi diqqətlə baxsaq. Misal üçün baxaram, variantlara baxaq da 1, 4, 2, 4, bir də 3, 4 var. Elə birincidən başlayarıq. Birincidən başlayanda C-ni yıxaq ilk öncə. C hansı formada olacaq? C-miz olur bizim bu formada. Burasının belə bir xətti olmuş olur. İndi birinciyə baxaq, görək buradan doğrudurmu, yanlışdırmı? Əgər 2-nin üstündə 3 olursa, bunun sol tərəfinə C düşür. Biz buna yuxarıdan aşağı baxsaq, 2-nin üstündə 3 olanda, baxın sol tərəfinə C düşür. Bu doğrudur. Biri silirik. Sonra ikinciyə baxıram. Görüm, ikincidə hansı versiyada verilibdir. Aynen C'yə baxarıq. Baxın, elə burada ikinci fərqli olacaq. Niyə? Diqqətlə baxın. 1-in üstündə A olanda C bunun sağ tərəfində verilib. Amma 1-in üstündə A olanda C bunun sol tərəfində verilib. Deməli, doğru cavabı ilə uyğun olmayan 2 ilə 4 olur. C variantını götürürük. Baxın, 18-ci sualımıza belə bir fiqur sualdır. Deməli, burada nə ediblər? İlk öncə baxın, qara, ağ, boz. Ağ, boz, qara, boz, qara, indi orta ağ olan lazımdır. Ona görə aynen D variantını silərik. Sonra məsəl üçün bunun bu deyib, budaq hissəsinə baxaq. Baxın, birincidə 1, 2 addım hərəkət edib olub burada. Sonra isə 1, 2, 3, 4 addım hərəkət edib olub burada. Yenə bura baxsaq, baxın buradadır. 1, 2 addım hərəkət edib olub burada. Sonra 1, 2, 3, 4 addım hərəkət edib olub burada. İndi buna baxsaq, baxın 1, 2 addım oldu burada. İndi bu 4 addım hərəkət etməlidir. 1, 2, 3, 4 olmalıdır burada. Ona görə biz buradan G variantını silərik. Qalırıq B ilə C arasında. Sonra bunları ümumi silək. Baxaq ki, bu bozdura uyğun necə baxırıq. Yəni bunun ləçəklərinə necə baxaq. Deməli, ləçəklərin sayı burada 2-dir. Sonra 3 olub, sonra 2 olub. Burada 3 olub, 2 olub, 3 olub. İndi burada 2-dirsə, burada 3-dirsə, deməli burada 2 olmalıdır. Niyə baxın? 2, 3, 2, birinci ilə sonuncu eyni olur sayı. Birinci ilə sonuncu sayı eyni olur. Burada da birinci ilə sonuncunun sayı eyni olmuş olacaq. B variantını götürürük. Sonra baxarıq 19 çətin tipli bir sualdır. Belə baxanda izahını biləndən sonra asan gəlir, amma baxanda həmin an tələbələrin beyninə imtahan stresi, imtahan həyatında bunu həll etməkləri biraz çətin olur. Baxın, bu sualın həll qaydası necədir? 4-ü vurub 8-ə bərabər eləyib 2-nin üstü 5-ə. 4 vuraq 8 32 eləyir. 2 üstü 5 də 32 eləyir. Baxın buradan 9-u vurub 4-ə bərabər eləyir 6-nın üstü 2-yə. 36 bərabər 36-ya. İndi burada 9-u vurub 9-a bu eləyir 81. 81 bərabər olmalıdır. Burada x yazsaq, x üstü 4-ə. Buradan bilirik ki, 3 üstü 4, 81 deməkdir. Onda x üstü 4-ə bərabərdir. Buradan da 3-ün x-ə bərabər olduğu məlumdur. Deməli, x bərabər olur 3-ə. Belə bir aşkar operatoru var. Baxın, bilirik ki, buradan sol tərəfə, sağ tərəfə bərabərdir. Deməli, onda A-nın yerinə 3 qoyarıq, B-nin yerinə D qoyarıq. Deməli, 3 çıxaq D, vuraq 3-ün kvadratı plus 3D plus D kvadratı. Bu bərabər ümumi 19-a. Baxın, uşaqlar, 19 sadədətdir. Yalnız 1-ə və özünə bölünür. Onu deməli, biz 19-u 1 vuraq özü kimi ala bilərik. 19-u necə ala bilərik biz? 1 vuraq 19 və yaxud da ki, 19 vuraq 1 kimi. Buradan görürəm ki, mən 3-dən D çıxıb 19 ala bilmərəm də. D burada müsbət cavablardan görsənir. Deməli, onda biz nə edirik? Minus olan hissəni ən kiçik rəqəmə bərabər edirik. Yəni, 19 vuraq 1-də ən kiçik olan ədədə bərabər edirik. Sağ tərəf isə 19-a bərabər edirik.
onda 3 çıxaq D bərabərdir 1-ə. Buradan D-nin 2-yə bərabər olduğunu tapırıq. Yəni, bu hissəni hesablamağa ehtiyacımız yoxdur. Sonra 21-ci sualımız A qara ilə bağlı olan bir sualdır. Baxın, diqqətlə bura. Qara ilə qara bizə verib ağ. Sonra ağ ilə ağ bizə verir qara. Buradan özüm üçün bir düstur yazıram. Qara plus qara bərabərdir ağ. Ağ plus ağ bərabərdir qara. Sonra baxın buradan qara ilə ağ bizə verib ağ. Deməli, qara plus ağ bərabərdir ağ. Başqa nə ehtimalım qalıb mənim? Başqa bir ehtimalımız yoxdur. 3 dənə bu düsturumuzu yazdıq. İndi gəlin aşağıda bunu tətbiq edək. Deməli, baxın, bu orta hissələrin hamısı ağdır. Onda ağın üstü ağ gələndə orta hissələrin hamısı qara olmalıdır. Çünki ağ ilə ağ bizə qara verir. Baxın, burada hamısı qaradır, burada hamısı qaradır, burada hamısı qaradır. C ilə A variantını çıxdıq. Sonra bunun sağ tərəflərinə baxsaq, baxın, burada qara verilib, ikisi də, burada ikisi də qaradır. Qara ilə qara bizə ağ verir. Deməli, sağ tərəf ümumilikdə ağ olmalıdır. Onda biz buradan Y variantını çıxarıq. Qalarıq B ilə D-nin arasında. İndi buradan baxın, qara ilə ağ, qara ilə ağ. Qara ilə ağ bizə nə verir? Ağ. Deməli, bunun sol tərəfi ümumilikdə ağ olmalıdır, o da B variantındadır. Bu bizim qapalı tipli test tapışlarımızın bir dənə blok sualının gəlin izahına baxaq. Bunun ikinci hissəsi isə növbəti videoda olacaq. Deməli, oxuyaq görək bizə nə verib buradan. Deyir, 7 ölkəni Azərbaycan, Gürcüstan, Fransa, İtaliya, Almaniya, Rusiya, Türkiyə təmsil edən 86, 89, 91, 96, 98 və 2000-ci il təvəllüdlü 65, 70, 75, 80, 85 və 98 idmançı haqqında aşağıdakılar məlumdur. Deməli, bizdə hansı kateqoriyalar var? Birinci ölkələr var. Ölkə. Daha sonra təvəllüdləri var. Daha sonra bunların çəkisi var. Bir də idmançıların özləri var. Bu idmançıların idmançı yazarıq. Buna görə bizə burada nə verilir? Belə bir cədvəl quraq. Cədvəlimizi quraq, qeyd edək, görək hara, kimi qeyd edirik. Oxuyaq görək bizə nə deyir. 65 kiloqram çəkisi olan idmançı A və B-dir. Deməli, idmançılardan 65 kiloqram buraya yazacaq. Burada yazıram A ilə B. Bunların hər ikisi 65-dir. Ən gənc idmançı İtaliyanı təmsil edən D və ondan 9 yaş böyük olan Almaniya təmsilçisi Y 75 kiloqram çəkiyə malikdirlər. Ən gənc idmançı kimdir? 2000-ci təvəllüdlü. Deməli, təvəllüdə, məsəl üçün, buraya yazıram 2000. Bunu götürürəm, İtaliyanı təmsil edir. Ölkə olaraq da İtaliya yazıram. İtaliyadır. Və bu nə edibdir? D idmançı olaraq D-dir. Və ondan 9 yaş böyük. Bundan 9 yaş böyük neçənci il olacaq? 91-ci il olacaq da, düzdürmü? 91-ci il olacaq. Ondan 9 yaş böyük olan Almaniya təmsilçisi Y 75 kiloqram çəkiyə malikdirlər. Deməli, buradan D ilə Y 75-ə aiddir. Buraya 75 yazaram. Burada bir Y yazıram. Olsun 75. Bu Y də aiddir Almaniyaya. Və bunun da yaşı 1991 aiddir. 1991. Bunu da qeyd elədik. İllərdən biz tapdıq 2000, 1991-i və deməli D ilə yeni bütövlükdə tapmışıq hər şeyini, bizə ödü veribdir. Şərtdən, çəkilərdən biz tapmışıq
65'i, 75'i. Oxuyaq görək nə deyir. Azərbaycan təmsilçisi A 1991-ci ildə anadan olub. Deməli, Azərbaycan 1991-də anadan olubdur. 91. Bu da az yazarıq. Buradan Azərbaycan təmsilçisini tapdı. Almaniya, İtaliya. Sonra görək bizə nə deyir. Rusiya təmsilçiləri F və C-nin doğulduqları ili göstərən ədədlər eyni rəqəmlərdən təşkil olunur. Baxın, eyni rəqəmlərdən təşkil olunanlar kimlərdir? 1989-dan 1998. Görürsünüz, bütün rəqəmləri eynidir. Sadəcə yerləri dəyişdirib. Deməli, Rusiyada F-lə G-dir. Bunlar da 1998-dən 1989-dur. Bunu da bildik. 70 kiloqram çəkiyə malik Fransa təmsilçisi C 1989-cu ildə anadan olub. Deməli, C 70 kiloqramdır. Fransalıdır və 1989-cu ildə anadan olubdur. 1989. Bunu da qeyd elədik. Hansı şərti qeyd ediriksə onları silək. Birincini qeyd elədik, ikinci şərti qeyd eləmişik. Üçüncü şərtimiz də bu dördüncündür. Ən ağır çəkili. Ən ağır çəkili deməli 90 kiloqram. İdmançı Türkiyə təmsilçisi H-dır. Deməli, burada bir H yazsaq, bu Türkiyədir. Ən ağır deyilsə 90 kiloqramdır. Amma bunun ilini bilmirik. Yaxşı, bunun ili nə ola bilər? Baxaq görək. Bizdə 2 dənə 91 var. 1991, 2 dənəsi var. Bizdə neçə idmançımız var? Bax, 3, 8 dənə idmançımız var. 2, 4, 6 dənə ilimiz var. Aha, deməli biz buradan 1991-in Azərbaycanın Almaniyaya aid olduğunu tapdıq. Deməli 1991-ə getdi. Buradan 2000-ci ildə tapdıq. Buradan 1989-un Fransaya aid olduğunu, bir də 1989-un F-lə G-dən biri olduğunu biliriksə, onu deməli burada 1989-da gedir. Bizdə qalır 1986, bir də 1996, 1998-də buradan F-lə G-dən ikisindən biridir. Onda yerdə qalıb nə? 1986, 1996. Bəs buradan tapmadığımız hansılar var? Məsələn, A-nı tapmışıq. B-nin ilini bilmirik. Sonra C-ni tapdıq. D-ni tapmışıq. Y-ni tapmışıq. F-lə G-ni bilmirik. H-ı da bilmirik. F-lə G-dən bilirik ki, 1998-də 1989-dur. B-lə H-da onda qalır. 1986-da 1996. Deməli, B-lə H ola bilər 1986, bir də 1996. Gəlin görək, burada bizə nə deyir? Deyir, aşağıdakılardan hansı mütləq doğrudur? Gürcüstan təmsilçisi Rusiya təmsilçilərindən ağır çəkilidir. Biz Gürcüstanın çəkilərini dəqiq bilmirik. Bu haqda dəqiq məlumat verə bilmirik. Nə də ki, Rusiyanın çəkilərini dəqiq bilmirik. Sadəcə Rusiya təmsilçilərinin ilini dəqiq bilirik. 1996-cı il təvəllüdlü idmançı C-dən ağır çəkilidir. 1996 B ilə H-dan biridir. C 70-dir. C 70-dirsə 1996 təvəllüdlü idmançı C-dən ağır çəkilidir. Bu ola da bilər, olmaya da bilər. Dəqiq məlumatımız yoxdur. F-in çəkisi G-dən azdır. F-in çəkisi haqqında məlumatımız yoxdur. G-in çəkisi haqqında məlumatımız yoxdur. B H-dan 10 yaş böyükdür. B ilə H-a baxaq. B-nin doğulduğu bilmirəm. Ya 1986 ya 1996-dır. H, amma H-ın da doğulduğu ili bilmirik. Çünki B H-dan 10 yaş böyük ola bilər. H B-dən də 10 yaş böyük ola bilər. Fransa təmsilçisi Almaniya təmsilçisindən yaşca böyükdür. Almaniya təmsilçisi 1991-də doğulub, Fransa doğulub 1989-da. Bəli.
Bu mütləq doğrudur. Fransa Almaniyadan yaşca böyük olur. Hansı idmançılar yaşıddılar? Buradan yaşıd olanlar Azərbaycanla Almaniya oldu. Aynen Y. E variantı ikisi də 1991 oldu. Yer aşağıdakıların hansıları müəyyən etmək mümkündür? B-nin təmsil etdiyi ölkəni. B-nin təmsil etdiyi ölkəni bilmirik. Baxaq görək B haqqında məlumatınız varmı? Hansı ölkə ola bilər? B buradan bizdə hansı ölkələr qalıb? Baxın, Azərbaycanı tapmışıq. Almaniyanı tapmışıq. Buradan Rusiyanın F-ci olduğu bilinir. Türkiyə H-dır. Fransa ilə də İtaliya bilinirsə əgər, onda B-yə bir dənə qalır Gürcüstan. Bunu tapa bilirik. H-ın yaşını, H-ın yaşı haqqında məlumatımız yoxdur. H 86 ya 1996-dır. G-nin çəkisini, G-nin çəkisi haqqında məlumatımız yoxdur. Baxın, G-nin yalnız illərini bilə bilərik ki, F-ci 1998-1989-dur. Buradan tapdıq yalnız bir B variantı. Belə bir atıq sualımız da var. Baxın, bura diqqətlə. Deyək, 25-ci sualdır. Sual əvəzinə hansı ədəd yazılmalıdır? A, B, C, Y, F bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Sualın bu hissəsinə baxın diqqətlə. 6-dan C çıxıb, yazıb C. Bu iki şərt daxilində doğrudur. Birincisi, 6-dan 3 çıxıb, 3 ala bilərəm. Bir də 6-dan 8 çıxıb, C-nin yerinə burada 8 ala bilərəm. Uşaqlar, amma burada bir xırda nüans görürəm ki, mən. Xırda nüansımız nədir? Gəlin deyək. Baxın, C-nin yerinə mən 3 yazsam, burada 3-dən 6 çıxa bilmərəm. Ona görə biz C-nin yerinə 8 yazmalıyıq. C-nin yerinə 8 yazsaq onda. Biz 2-ni nəyə vursaq 68 alarıq? Əlbəttə ki, 34-dür. Deməli, biz burada nəyi tapdıq? C-nin 8 olduğunu, Y ilə F-in 3-4 olduğunu, qalır birinə A ilə B. A-nı da buradan tapmışıq əslində. Baxın, 6-dan 8 çıxa bilmirəm, birini buradan verirəm. 16-dan 8 çıxım, 8 qaldı. Baxın, burada deməli 7 imiş ki, birini verdim, qaldı 6-sı. 6-dan da bu 6-nı çıxanda bu hissədə 0 alınır. Yəni, boşluq olub. A-nın da 7 olduğunu tapdım. Bir dənə qalıb B-ni tapmaq. B-ni taparıq buradan. Baxın, biz buradan 2-dən 8 çıxa bilmirik. 8-dən birini verdik. 12-dən 8 çıxdıq, 4 oldu. Burada qaldı 7-si. 7-dən də bu 6-nı çıxanda 1 alınır. B də oldu 1. Bunların da cəmini toplasaq, 8, 8, 16 plus 4, 20 plus 3, elədir 23. 2026-cı il 1-ci cəhd suallarımızın izahı bu qədər. Sağ olun, növbəti hissədə ikinci hissəsinin izahı paylaşılacaqdır. Növbəti videolarda görüşənədək.